Salam dəyərli izləyicilərim. Bu gün Cənub mətbəxinə aid olan ləvəngi küküsü hazırlamışam. Deməli, tam ölçüləri ilə burada dəqiqliyi ilə sizlərə göstərmək istəyirəm. Hazır ləvəngi var. Deməli, ondan istifadə edəcəm. Ləvəngin də hazırlama qaydası YouTube kanalımda var. İstəsəniz buyurub baxa bilərsiniz. Deməli, burada ləvəngini mən qaşıqla ölçüsünü sizlərə göstərim ki, tam dəqiq biləsiniz. Bir dolu xörək qaşığına gördüyünüz kimi təpələmə dolu xörək qaşığı ləvəngiyə bir ədəd yumurta istifadə edəcəm. Yəni burada bizim toplam 6 qaşıq ləvəngimiz var. Üzərinə də 3 xörək qaşığı silə, çox dolu olmayan un istifadə edirəm. 6 qaşıq ləvəngi, 3 qaşıq un, duz, istiot. Təbii ki, ləvəngin özündə duz, istiot var. Burada un, yumurta qatılacaq deyə yenidən duz, istiot əlavə edirəm. Və 6 ədəd yumurta. Yəni, hər qaşığa 1 ədəd yumurta. Bunları yaxşı-yaxşı qarışdırıram ki, un içərisində topaqlanmasın. Tam həll olsun bir-birinə un ləvəngiyə bu formada qarışdırıram. Daha sonra tavaya yağ əlavə edirəm. Mən köy yağından istifadə elədim. Təbii ki, siz hansı yağdan istəsəniz istifadə edə bilərsiniz. Duru yağdan da istifadə edə bilərsiniz. Amma qeyd edeyim ki, kərə yağı ilə çox dadlı olur. Heç yağın qızmasını da gözləmədim. Ona görə ki, tava yapışan tava deyil. Biraz yapışan tava olsaydı, yağın qızmasını gözləməyə ehtiyac olardı. Ləvəngini əlavə edirəm tavaya və tavanı bu formada sirkələyirəm ki, tam tavanın ətrafına da yayılsın, eyni hündürlükdə olsun. Qapağını qoyuram, zəif xodda bişirirəm. Ona görə zəif xodda ki, üst hissəsi də bişsin, çevirəndə mənə çətinlik olmasın. Yəni, iti xodda bişirsəm, altı tez qızaracaq və bu formada mən çevirmək istəyəndə üst hissəsi yumuşaq olacaq, dağılacaq. Rahat çevirə bilməyəcəm və səliqəsiz alınacaq. Ona görə hökməndir ki, bunu zəif xodda bişirmək. Çox da rahat belə çevirmək olur. Bütöv də çevirmək olar. Mən 4 hissəyə bölüb çevirirəm ki, belə mənim üçün daha rahatdır. Onsuz da süfrəyə verəndə ləvəngini doğrayıb veririk də. Paxlava formasında və yaxud kvadrat formasında, həm də ləvəngiyə göyərti də qatırlar. Cənub zonasında keşniş də qatırlar. İndi məndə keşniş göyərti olmadığı üçün göyərtisiz hazırladım. Problem deyil. Bu formada da hazırlanır, göyərti qarışımı ilə da hazırlanır. Çevirdikdən sonra yenidən qapağını örtürəm. Yenə qeyd edeyim ki, zəif xodda və altının qızarıb qızarmadığını burada yoxlayıram. Burada yağın çox görünməsinə baxmayın. Kükü bişdikcə həmən yağı çəkir canına. Çünki tərkibində un var, yumurta var, ona görə. Çevirib yoxlayıram ki, qızarıb ya yox. Gördüyünüz kimi qızarıb, həm də tam bişib. Yəni, içi yumuşaq qalmayıb. Hazır oldu ləvəngi bu formada, yəni hündürlüyü də belə. Çox vaxtı Cənub zonasında mən görmüşəm ki, ləvəngi küküsünə soda da qatırlar. Yəni unu, yumurtası var tərkibində, ona görə soda da qatırlar ki, biraz hündürlüyü olsun. Mən sodadan istifadə eləmirəm küküdə. Doğrayıram ləvəngini ki, iç görkəmini sizlərə göstərim. İstənilən formada doğramaq olar. Paxlava formasında, kvadrat formasında süfrəyə verəndə. Burada sizə həm hündürlüyünü, həm də içliyini göstərmək istəyirəm. Bax, bu qaydada tam içərisi də bişib. Bizim evdə deməli, haçanki ləvəngi pulov hazırlanır. Toyuq ləvəngi, ördək ləvəngi fərqi yoxdur. Ləvəngi hazırlananda hökmandır ki, hətta badımcan ləvəngisi də hazırlayanda hökmandır ki, biz ləvəngi küküsü hazırlamalıyıq. Yəni, bizim evdə çox sevilir, çox bəyənilir. İnşallah siz də bəyəndiniz. Kanalıma dəstək olmağı unutmayın. Hələlik.